Salamlar. Bugün İstanbul'da 4-cü günümüzdür və bəzi yerləri gəzdikdən sonra əsas tanınmış yerlər dedik, başqa hara gedə bilərik və Ortaköy'ə gəlməyə qərarı aldıq. Hal-hazırda Ortaköy'dəyik. Biraz da burayla sizi tanış edək. Əslində olan başqa yerə gedirdik, hesab gəldiyimiz üçün elə gəlmişkən dedik, burada buranı da bir gəzək. Məşhur Ortaköy cami və məşhur İstanbul'un körpüsü. Qəşəng yerdir, elə şərt deyil ki, gedib Fatihdə, Taksimdə gəzib gününü keçirəsən. Buralar da çox gözəl yerdir. Gedək sizi körpü ilə və məscidlə daha yaxından tanış edək. 2 TL'mizi atdırıq. Hərçənd ki, dünən Qız Kulesinə baxmaq üçün ki 3 TL atdıq, ancaq işləmədi. Görək bu işləyirmi? Görə bilirsən nəsə? Nə qədərə baxa bilirsən, görəsən bizdə. Hadi baxın. Təəssüratlarını bölüş. Yaxından görsənir. Büyük Mecdiye Cami məscidin ətrafındayıq. Burada da hədiyəli şeylər var. Körpü. Əsas gedək körpünün yanına, qəşəng kadrlar tutalım. Əslində bura gəlmək planımızda yox idi. Sadəcə olaraq təsadüf nəticəsində mənim avtobusa səhv minməyim nəticəsində bayaqdan avtobusda qırğın gedirdi ki, niyə səhv mindik o bu. Ancaq indi baxıram ki, deyəsən xoşuna gəldi səhv minməyim. Mən dedim, xeyr. Mən dedim. Ya Allahım, nəysə. Çok güzeldi buralar. Balıq tuturlar. Burada belə bir məkan var. Burada girmək olar. Gəzməyə gəlmişik. Burada bələdçilik eləyir, tərcüməçilik eləyir. Qüdrət, sən də turistsən. Gəldik, çıxdıq Arnavutköy'ə. Arnavutköy'ün sahil kənarı eləcə yatlardan ibarətdir, gəmilərdən ibarətdir. Baxın. Hələ bunlar yəni gördüyümüz kasıb gəmiləridir. O tərəfdə daha bahalı var. Amma çox gözəl yerdir. Mən yəni Fatih tərəflər, Taksim tərəflərdənsə buraları daha çox bəyəndim. Arnavutköy. Bu da sahil kənarı yatlar. Gedirik hara? Bizim sevimlimiz. Üstündən neçə illər keçməyinə baxmayaraq hələ də sevərək izlədiyim 7 numaranın 2-ci evinə. Gedək tapa orayla bağlı
videolar çəkib paylaşarıq sizə. Qəşəng yerdir. Bu küçədir. Bu küçədir. Haydarın düşdüyü yer buradır. Bax, buradan düşür. Hə. Cansu ilə Armağan da buradan belə keçir. Cansu, bu saçmalık daha yetmedi mi? Lütfen Arman, hatırım için. Tez zamanda istediğimiz gibi biri karşımıza çıkmazsa bana ne istersen yap. Söz. Ah Cansu, hiç olacak şey mi? Ay ne malum. Göz açıp kapayıncaya kadar bulmuş bizim kızlar. Bak, hadi ne olur biz de gözümüzü kapatalım. Hadi lütfen, hadi. Ay, of. Abo! Ayakta mı uyuyorsunuz? Haydar, sen miydin? He. Siz birini mi bekliyordunuz? Bu ev olmalıdır. Bəli, bu da bizim məşhur həmin o 7 numaranın evi. Buradan çıxırlar belə, gəlib buradan belə dönüb gedirlər. Ay Allah, illərdir izlədiyimiz uşaqlığımızın serialı, uşaqlığımızın dizisi 7 numara və onun çəkildiyi ev. Bəli, bu da uşaqlığımızın sevimlisi olan sevimli serialımız 7 numaranın çəkildiyi ikinci ev. Çox təəssüflər olsun ki, evdə yaşayış olduğu üçün evə daxil ola bilmədik. Nə özümüz görə bildik, nə də hər hansı bir kadrlar çəkib sizlər üçün paylaşa bildik. Bu da 7 numaranın arxa tərəfində yerləşən bir küçə. Bu arada qarşıdan gələn dayı Cüneyt Arkın'a oxşadı. Çox gözəl küçədir. Adam belə yerdə evi ola və burada yaşayasan. Türkiye'nin sayılan sokak, Dubaracı sokağı, Tekkeci sokağı, Beşiktaş. Təəssüratlarınız necə oldu? Möhtəşəm. Hələ də həmin ərazini gəzməyə davam edirik. Hal-hazırda Nərgiz sokağındayıq və İstanbulun bitməyən bu pilləkənlərini çıxıb düşürük. Belə maraqlı bir yer tapmışıq. Buradan mənzərə var. Burada Nərgiz sokağından çıxdıq. Çox gözəl yerdir. Yəni İstanbulda gördüyüm, bu boyda gəzdiyim yerlərdən ən gözəl yer. Arnavutköy. Bir çətinliyi var ki, çox yuxarı qalxıb, çox aşağı inirsən və bu da ayaqlarına öyrəşməmiş bir adam kimi olaraq deyim ki, çox böyük yükdür. Baxın. Görün nə gözəl yerlərdir. İnanın Allaha, İstanbulun bu qədər yerlərini gəzdik. Arnavutköy qədər bizə ləzzət eləyən, ürəyimizi açan, nə bilim, belə heyran eləyən bir yer görmədik.
Həqiqətən buralar çox gözəldir, çox. Yaxşı ki də gəlmişik və kaş ki daha əvvəlcədən bilib gələrdik. Küçələri o qədər gözəl, o qədər sakit, o qədər təmiz və bilmirəm, mənə o qədər rahatlıq verdi ki, Türklər demiş, huzur dolu bir yerdir. Çox sevdim buranı. Arxamızda gördüyünüz kilsədir. Bu da Arnavutköy muhtarlığıdır. Ha, burada eləcə yeməklər, balıq yeməkləri. Mindik vapurumuz